ki, hələ bircə zəngləri ilə, bir kəlmə sözləri ilə də bu cavan kollektivin dayağı olublar. Bəxtiyar müəllim, sizə desən üzərlik bağışlayıblar. Alo, mən buna deyim ona. Buyurun, ürəyi cansın istəyir. Axşamınız xeyir, əziz yoldaşlar, qardaşlar, bacılar. Hamınızı təbrik edirəm. Mən bura təsadüfi olaraq akademikdən bu üzərliyi almamışam. Allah bizim heç birimizə göz dəydirməsin. Müsavat qəzetinin fəaliyyətini, 11 illik fəaliyyətini ürəkdən təbrik edirəm. Mənim yazılarımın orada çıxması, çap olunması mənim üçün şərəfdir. Və onun bütün kollektivini ürəkdən təbrik edirəm. Fəaliyyətinizdə uğurlar arzu edirəm. O ki qaldı Rauf bəyə. Rauf bəyin kitabını hələ bir gün almışam, varaqladım və xeyli təəssürat qazandım. Demək olar ki, bu bizim yaxın tariximizdir. Yəni, bu bizim tariximizdə qalacaq bir əsərdir. Və buna görə də buna xüsusi qiymət vermək lazımdır. Şəxsən mən özüm bir qələm əhli kimi hesab edirəm ki, bu kitabın işıq üzü görməsini biz qeyd eləməliyik. Yəni, onun mətbuatda onun əks sədası olmalıdır. Mən Rauf bəy, sənin qələmini, haradadır Rauf? Sənin qələmini, sənin fəaliyyətini ürəkdən təbrik edirəm. Sənə gələcəkdə daha böyük uğurlar arzu edirəm. O gün olsun ki, səni bağrıma basım, öpüm. Amma onun hansı gündə onu sən bilirsən. Sağ olun. Məhəmməd mənim, buyurun. Mən də bilirdim ki, bu bolşeviklər, kommunistlər musavatçılığın kökünü kəsib nəyi bacarıb. Amma tam əminliklə deyə bilərəm ki, bunların xülyaları elə xülya olaraq qalacaq. Hələ ki, iş görürlər. Amma əsrin əvvəlində olan nəsli, əsrin sonunda yeni bir nəsil əvəzləyir. Bu nəsil Azərbaycanın xilaskar nəslidir. Biz yaşlı nəsil sizə bir əməlli başlı bir şey qoyamadik. Nə bizə verilən torpaqları tam şəkildə sizə təhvil verdik, ya o qeyrəti verdik, ya o namusu verdik. Amma görünür tarixi yaddaş böyük şeydir. Bu cavanlar, mənə belə gəlir ki, nə qədər ki bu cavanlar var, Azərbaycan xalqının gələcəyi var. Mən yeni müsavat nəslini İsa bəy başda olmaqla yeni müsavatçıları, bu keçmiş, yəni köhnə müsavatçıların əsl varislərini ürəkdən təbrik edirəm. Və Rauf Arifoğlu kimi bir cəsarət sahibini, qorxmaz, yaxşı qələmi, yaxşı savadı, yaxşı dünya görüşü, uzağı görən, mən deyirəm, onun qələminin qabağından o Milli Məclisdə harayını ağ salmırlar, yeni müsavat haqqında. Onun qələmindən elə bil ki, xalqın bütün tarixi canlanır, əks olunur. Rauf bəy, səndəki cəsarətə, səndəki kişiliyə, səndəki savada, təmkinə mən həmişə həsəd aparmışam və mən inan ki, yaşlı olmağıma baxmayaraq bəzən az qalır ki, axsiya gəlim böğrümdə durum ki, sənə dəyən qoy mənə dəysin. Amma sən gələcəksən, mən keçmişəm. Sənə can sağlıq arzulayırəm. Qoy, mən əminəm ki, əsrin sonunda yazılan bu kitab, əsrin əvvəlində Əli bəylərin, Əhməd bəylərin, Məhəmməd Əmin Rəsulzadələrin, Cəlil Məmməd Quluzadənin və bizim qeyrətli kişilərin yazdıqları əsərin sonudur, son akkordudur. 21-ci əsrdə Azərbaycan bu əsrə yeni gənc nəslə daxil olur və siz ada döyülsün. Bilirsiniz, mən həmişə demişəm, yenə deyirəm, xalqı diz köktürmək olar, amma məhv eləmək olmaz. Və diz üstə duran xalq həmişə diz üstə durmayacaq.
O qalxacaq. Amma buna gərək nümunələr. Siz nümunəsiniz. Mən sizə əminəm və ürəkdən müvəffəqiyyət arzulayıram, uğur arzulayıram və ümidəm ki, bu Azərbaycan xalqının xilaskarı yeni gəç nəsl olacaq. Sağ olun. Çox sağ olun Şir Məmməd müəllim. Təşəkkür